Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsinə hal-hazırda Masazır qəsəbəsinə sizlərə qanuni 3 otaq, 85 kvadratlı bir mənzil təqdim edirəm. Bu video ərzində nə əşyalar görsəz, bu evin daxilində qalacaq. Bu mənzildə hal-hazırda yaşayış yoxdur, qanuni 3 otaqdır, döşəməsi taxtadır. Binanın yerləşməsi haqqında məlumat verim. Masazır qəsəbəsində 2-ci böyük ərazi marketin arxası istiqamətindədir. Küçəsi asfalt, ətrafı yaşayış olan bir yerdir. Çəkilişi qonaq otağından başlamışıq. Qonaq otağı gördüyünüz kimi. Videoda bir daha deyim, nə görəcəksiniz, hamısı qiymətlər daxildir. Qiyməti 107 min manat. Qazımız var, binada yaşayış var, mərtəbəsi gözəldir. 500 mərtəbəli binanın 4-cü mərtəbəsidir. Mehli kompleksidir. Əsas qapısıdır, hamam otağıdır və qonaq otağı ilə dəhlizə ayırmaq üçün ayrıca belə bir qapısı da var. Mərtəbəsi bir daha vurulur. Gözəldir, 4-cü mərtəbədir. Bunun üstündə bir dənə də mərtəbə var. Burada bizdə hamam otağıdır. Evin qiyməti 107 min manatdır əşyalarla bir yerdə. Kompleksin qazı var, mənzilin qazı var. Yaxın, çox az bir vaxtdan sonra bu mənzillərin kupçaları da veriləcək. İnternetin kimi qoyulub hazır vəziyyətdədir. Alıb köçmək də mümkündür. Bu mənzili alıb kiraya vermək də mümkündür. Qanuni 3 otaqdır. Çox rahatlıqla bu evə köçüb yaşamaq da olar, kiraya da vermək olar. Qiymətlə bağlı endirim olacaq bu mənzilə baxdıqdan sonra. Bu mətbəxidir. Mətbəxinə aid nə görürsə hamısı qalır. Qiyməti daxildir. Heç bir şey buradan götürülməyəcək. Açıq eyvanı var, kombisi var, qazın sayğacı var. Açıq eyvan olması çox üstündür. Bahalı soyuducusundan belə var. Hər şey göz qabağındadır. Hər bir şey ideal vəziyyətdədir. Az bir vaxt yaşayış olub. Sadəcə bugünkü gün Bakı şəhərində ev alınacaq deyə bu mənzilimiz satışa qoyulub. 107 min manata 85 kvadratlıq qanuni 3 otaqlı bir mənzildir. Bir daha vurğulayım ki, endirimlə bağlı məlumat mənzilə baxdıqdan sonra mümkündür. Gördüyünüz kimi hər bir otağın pəncərəsi var. Otaqlar çox işıqlıdır. Gizli işıqlarına kimi var. Burada da paltar dolabıdır. Əşyalar yenidən seçilmir. Heç seçilmir yenidən. Yəni ideal vəziyyətdədir. Al köç, al kvart kiraya ver. Burada da qonaq otağının ayrıca pəncərəsi var. O belə. Və sonucu göstərəcəyim yer, uşaq otağına baxdıq, mətbəxə baxdıq. Böyüklər üçün nəzərdə tutulmuş belə bir yataq otağıdır. Burada hər şey ideal vəziyyətdə. Dəyirmi pəncərələrləndir. Yəni oval formadadır pəncərələr. Orada da pəncərəsi, orada da pəncərəsi var. Taxtıdır. Hər bir şey ideal vəziyyətdə. 107 min manata əşyalı, qazlı mənzil. Bir daha vurğulayım ki, kupçaları çox az bir vaxtdan sonra veriləcək. Kupçalar verilsə, bu evin qiyməti tam fərqli olacaq. Hal-hazırda qaçırmağa dəyməz. Son videodan təşəkkür edirəm. Instagram, YouTube kanalımıza, TikTok kanalımıza da abunə olmağı da unutmuruq. Şərh bölməsində şərhlərinizi qeyd edə bilərsiniz. Son videodan təşəkkür edirəm.